Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Deməli əziz müəllimlər, sizlər üçün dünən paylaşdığım bu il, yəni aprel ayının sonu, may ayının ilk həftəsi satışa çıxacaq MİQ və sertifikasiya imtahanı üçün hazırladığımız sınaqlar toplusu kitabından imtahana dəstək məqsədi olaraq sınaq 2-nin izahını sizlərlə bölüşəcəm. Əziz müəllimlər, burada 3 dənə sual var ki, onların şəkilləri düşməyib. Həmən sualların izahına çatdığımda şəkillərini çəkib izah eləyəcəm. Hal-hazırda kitab yazılır əziz müəllimlər. Bu birinci etapda yazılan sınaqdır. Yazılandan sonra baxılmayıb. Tam bütün suallar yazılıb bitdikdən sonra ümumi yoxlanış aparılacaq. Suallarda olan səhvliklər, düşməyən şəkillər hamısı yenidən çəkiləcək, səhvlər aradan qaldırılacaq və çapa tam ideal şəkildə inşallah veriləcəkdir. Möhtəşəm bir sınaqlar toplusu olacaq əziz müəllimlər. Hər birinizə məsləhət görərəm ki, imtahan öncəsi mütləq bu kitabdakı bütün sınaqları işləyərək elə imtahana gedin. Hər sınaqda 50 ədəd test tapşırığı var. Hər birinin cavabları da kitabın sonunda yerləşdiriləcəkdir. Hər bir sınağın sual cavabları. Belə əziz müəllimlər, hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, çəkdiyiniz əziyyətlərin bəhrəsini görərsiniz. Allah hər birinizə zehin açıqlığı versin inşallah. Kitab da tam çapdan çıxsın, satışa getsin. İnşallah mən imtahana qədər Allahın izni ilə bu sınaqların izahlarını sizlərlə paylaşacağım ki, ən azından sınağı işlədikdən sonra izahları ilə yaxından tanış olasınız. Belə əziz müəllimlər, vaxt itirmədən keçəyin sualların izahına. Bizə 50 ədəd test tapşırığı gözləyir. Hər birinin izahına inşallah ətraflı toxunacağım. Deməli, əziz müəllimlər, bizə birinci sualda deyir ki, K nöqtəsində dayanan cisim 2 metr/saniyə kvadratı təcillə sürətlənməyə başlayır. 10 saniyə sonra isə sürətlənməni saxlayaraq sabit sürətlə hərəkət edir. KL məsafəsinin 200 metr olduğunu bilərək cismin K-dan elə gəlməsinə sərf etdiyi zamanı tapın. Deməli, əziz müəllimlər, burada mən bu sualın izahını 2 üsulla göstərəcəm sizə. Biri adi düsturlarla hesablama yolu ilə, digəri isə qrafik üsulu ilə göstərəcəm. Birinci, belə bir şey eləyək əziz müəllimlər. Deməli, K nöqtəsində dayanan bir cisimdir. Bu cismin başlanğıc sürəti 0-dır. Və bu cisim 2 metr/saniyə kvadratı təcillə sürətlənməyə başlayır. Yəni, yeyinləşən hərəkət edir. Onda biz bilirik ki, sükunət vəziyyətindən hərəkətə başlayan bir cismin getdiyi yol AT kvadratı böl 2 ilə təyin olunur. Görək bu cisim 2 metr/saniyə kvadratı təcillə 10 saniyədə neçə metr yol gedib? Onda mən buradan S1 bərabərdir. A T1 kvadratı bölünsün 2 yazıram. Təcil 2 10 saniyə hərəkət edir. Kvadratı 100 bölünsün 2. Deməli, bu cisim İlk 10 saniyədə 100 metr yol gedir. Ümumi bu KL məsafəsinin uzunluğu isə 200 metrdir. Deməli, bu geri qalan hissəni də 100 metr gedəcək. Çünki ümumi uzunluq 200 metrdir. 100-ünü bu 10 saniyədə gedibsə, növbəti saniyədə də 100-ünü getməlidir. Və şərtin ikinci hissəsinə bizə deyir ki, sabit sürətlə hərəkət edir. Tamam, sabit sürətlə hərəkət edirsə, deməli, bu ikinci hissədə bu cisim bərabər sürətlə hərəkət edir. Buna bir VT2 yazıram. Düzdürmü? İndi buradan biz bilməliyik ki, bax fikir verirsə deyir, 10 saniyə sonra sürətlənməni saxlayır. Görək bu cismin 10-cu saniyənin sonunda sürəti nə qədər olur? Onda yazaram ki, V bərabərdir A vurulsun T. Deməli, buradan təcilimiz 2, zamanımız 10'dur. Deməli, bu cismin 10-cu saniyənin sonunda sürəti 20 metr bölünsün saniyə olub və bu sürətlə də hərəkətinə davam edir. Onda əziz müəllimlər burada gətirib
yazsaq, deməli, birinci hissədə 100 metr yol getmişdi. 200-dür ümumi uzunluq. Deməli, bu S2 də 100-ə bərabərdir. Onda yazıram ki, 100 bərabərdir. 100 bərabərdir. Deməli, bizim sürətimiz 20-dir. Vurulsun T2. Buradan əziz müəllimlər biz T2-ni də 5 saniyə almış oluruq. Bizdən soruşur ki, ümumi KL məsafəsinə sərf etdiyi zaman, onda bizim ümumi zamanımız bu T1 ilə T2-nin cəmi olacaq. Yəni 10 üzərinə gəlsin 5. Cavabımız olacaqdır 15 saniyə. Bu məsələnin birinci həll yolu. İkinci yolu isə mən qrafik üsulla göstərəcəm əziz müəllimlər. Burada bir VT qrafiki çəkək. Belə bir VT qrafiki çəkirəm. Deməli, dayanan bir cisimdir. Başlanğıcda sürəti 0-dır. Bu cisim birinci yeyinləşən hərəkət edir. Sonra isə 10-cu saniyənin sonunda başlayaraq sabit sürətlə hərəkət etməyə başlayır. Burada bir T deyirəm. Bilmirik. Və görək bu cismin 10-cu saniyənin sonunda sürəti nə qədərdir? Az öncə biz yuxarıda tapmışdıq AT-yə görə bu cismin 10-cu saniyənin sonunda sürəti 20 metr/saniyədir. Deməli, əziz müəllimlər, biz demişik ki, qrafikin altında qalan, yəni VT qrafikin altında qalan, baxın, bu fiqurun sahəsi bizə nəyi verir? Cismin getdiyi yolu verir. Onda biz buradan hesablama aparsaq, deməli olacaqdır, ümumi sahə, burada gördüyümüz kimi trapesiyadır. Trapesiyanın sahəsi necə tapılır? Oturacaqlarının cəminin yarısı vurulsun hündürlük. Deməli, bu cisim ümumi 200 metr yol gedib, 200 bərabərdir. Bu trapesiyanın fikir verirsinizsə, mən rəngi dəyişərək göstərim. Baxın, bu trapesiyanın böyük oturacağı T-yə bərabərdir. Baxın, bu balaca oturacağı isə buradan göstərirəm şəkil qarışmasın deyə. Baxın, bura fikir versək. Bura isə T-10-a bərabərdir. Onda yazaram ki, böyük oturacaq T, üzərinə gəlsin, balaca oturacaq T-10 bölünsün 2, vurulsun hündürlük. Hündürlük nə qədərdir? 20-dir. Buradan əziz müəllimlər alırıq ki, baxın, bununla bunu ixtisar eləyirəm. Burada 10 qalır. Alıram ki, 10 vurulsun 2T-10 bərabərdir 200-ə. Buradan da 2T-10 bərabər olacaq 20-yə. 2T bərabər olacaq 30-a. Deməli, T də buradan nə qədərdir? 15 saniyədir. Gördüyümüz kimi, bura 15 saniyədir. Onda bu ümumi KL məsafəsini getməyə gördüyümüz kimi 15 saniyə vaxt sərf eləyib. Növbəti suala baxalım əziz müəllimlər. İkinci sualda bizə deyir ki, O1 oxu ətrafında bərabər sürətlə fırlanan kürənin A nöqtəsində mərkəzə qaçma təcilinin istiqamətini göstərin. Burada bir anlıq yanılaraq 2 nöqtəsini götürən müəllimlər ola bilər. Amma burada bir şeyi nəzərinizə çatdırım ki, əziz müəllimlər. Burada bu O1, O2 oxu ətrafında bərabər sürətlə fırlanan kürənin üzərində bir A nöqtəsidir. Və A nöqtəsi burada fırlanan zaman bir çevrə cızır. Və bu A nöqtəsinin burada hərəkət edən zaman cızdığı, baxın, çevrə bu çevrədir. Və bu A nöqtəsində də mərkəzə qaçma təcilinin istiqaməti cızdığı çevrənin mərkəzinə doğru yönəlməlidir. Və burada mərkəzə doğru yönələn nöqtə, yəni istiqaməti desək, gördüyümüz kimi bu 1-dir. Yəni təcilin istiqaməti, baxın, burada 1 istiqamətində olacaqdır. Doğru cavabımız A variantı. Növbəti sualla davam eləyək əziz müəllimlər. Bizə 3-cü sualda deyir ki, sürtünmə qüvvəsinin nəzərə alınmadığı sistem sərbəst buraxıldığı zaman ipdəki T gərilməsini tapın. Deməli, əziz müəllimlər, belə bir şey eləyək. Gəlin baxaq ki, bu cisimlər ümumilikdə hansı təcillə hərəkət edirlər? Biz bilirik ki, sistemə təsir edən, yəni sistemin təcili sistemə təsir edən əvəzləyici qüvvə bölünsün sistemin kütləsidir.
Düzdür? Və sürtünmə də nəzərə alınmır. Burada gördüyümüz kimi bu aşağı doğru 4 kiloqram kütləli cismin ağırlığı var. Bu nə qədərdir? 40 newtondur. Digərləri isə reaksiya qüvvəsi ilə ağırlıq qüvvəsi tarazlaşdırır. Onda belə çıxır ki, sistemə təsir edən yekun əvəzləyici qüvvə 40 newtondan ibarətdir. Və sistemdə hansı kütləli cisimlər iştirak edir? 3 kiloqram, 3 kiloqram və 4 kiloqram. Yəni birlikdə 10 kiloqram. 40-ı 10-a böləndə biz sistemin təcilini 4 metr bölünsün saniyə kvadratı alırıq. Deməli, bu cisimlər, baxın, bu istiqamətdə aşağı doğru müəyyən bir A təcili ilə, yəni bu tapdığımız 4 metr bölü saniyə kvadrat təcillə hərəkət edir. Bizdən isə, baxın, buradakı ipdəki gərinmə qüvvəsini soruşur. Onda əziz müəllimlər, gördüyümüz kimi bizdə, baxın, buradakı T gərinmə qüvvəsini soruşur. Gördüyümüz kimi bu X kütləli cismə təsir edən gərilmə qüvvəsi, təsir edən qüvvə, baxın, bu istiqamətdə yönəlib. Düzdürmü? Onda biz buradakı T-ni elə mx vurulsun A şəklində yaza bilərik. Çünki yekun burada qüvvə elə gərilmə qüvvəsidir, X cisminə təsir edən. Onda X cisminin kütləsi 3-dür. Dəqiqə. Davam edə müəllimlər, bu silindi. Deməli, dediyim kimi, onda biz gərinmə qüvvəsini təyin eləsək, T bərabərdir, mx vurulsun A olacaqdır. X cisminin kütləsi 3-dür. T, burada deməli, təcilimiz də 4 təyin eləmişdik yuxarıda. Deməli, ipdəki gərinmə qüvvəsi 12 newton olacaq. Doğru cavabımız D variantı. Burada əziz müəllimlər, məsələn, baxın, bizdən bu ipdəki gərinmə qüvvəsini də soruşa bilərdi. Buranı soruşsa necə olardı bəs? Gördüyümüz kimi, bu Z kütləli cismə, yəni Z-ə, yuxarı doğru gərinmə qüvvəsi aşağı doğru 40 newton ağırlıq qüvvəsi təsir edir və cisim aşağı doğru hərəkət edirsə, deməli, aşağı dartan qüvvə daha böyükdür. Yəni, burada 40 newton ipdə yaranan T gərinmə qüvvəsindən böyükdür. Onda biz yazardıq ki, 40 minus T-ni bərabər eləyərdik mz vurulsun A. Yəni, Newtonun ikinci qanunu yazardıq bu hal üçün. Buradan da 40 minus T bərabər olardı. Z-in kütləsi 4, təcil də 4. Onda buradakı ipdəki gərinmə qüvvəsi 40 minus 16-dan 24 newtona bərabər olardı. Davam edək növbəti sualla. 4 nömrəli sualda deyir ki, A nöqtəsindən üfüqə bucaq altında atılmış cisimlərin uçuş məsafələrinin L1 böl L2 nisbətini tapın. Deməli, əziz müəllimlər, biz bilirik ki, üfüqə bucaq altında atılmış hərəkətdə uçuş məsafəsinin düsturu var. Bilirik ki, əziz müəllimlər, düsturumuz bilirik ki, düsturumuz L uçuş bərabərdir 2V0x V0x V0y bölünsün J'dir. Hər bir hal üçün yazsaq, əziz müəllimlər, onda olacaqdır L1 bərabərdir 2 vurulsun. Birinciyə fikir verirəm. Baxıram ki, birincinin V0x-i nə qədərdir? 2 bölgüdür. Vurulsun 2. Vurulsun. Birincinin y-i isə, baxın buradır. Bura isə 3-dür. Bölünsün J şəklində saxlayıram. Yəni, bu oldu 12 bölünsün J. İkinci üçün yazsam müəllimlər, onda L2 bərabərdir. Yenə də 2 vurulsun. İndi baxıram ikinciyə. İkincinin yenə də x-i 2 bölgüdür. Vurulsun 2. Vurulsun. Y isə baxın, fikir verirsə buradır. Baxın burada 1 bölgüdür. Vurulsun 1 bölünsün J. Buradan alırıq 4 bölünsün J. Bizdən isə uçuş məsafələrinin nisbətini soruşur. Onda L1-in L2-yə nisbəti olacaqdır. 12 bölü J-ni 4 bölü J-yə bölsək, nisbət bizə 3-ü verəcəkdir.
Nisbət bizə 3-ü verəcək. Yəni doğru cavabımız D variantı. Növbəti sualla davam edək müəllimlər. Deməli bizə deyir ki, üfüqi yolda paralel istiqamətdə cismə təsir edən dartı qüvvəsi ilə cismin aldığı təcil arasında asıllıq qrafiki verilib. Cismin kütləsini soruşur. Burada da seçimlər etməliyik. Deməli müəllimlər, birinci şərtdə bizə deyir ki, cismin kütləsi 2 kiloqramdır. Gəlin ilk öncə bunu yoxlayaq. Birinci bu qrafiki anlamağa çalışaq müəllimlər. Gördüyümüz kimi birinci hissədə təcil sıfırdır. Təcil sıfırdırsa, deməli cisim ya sükunətdədir, ya da düz xətti bərabər sürətlə hərəkət edir, düzdürmü? Deməli bu halda cismə təsir edən, belə deyək, sükunət sürtünmə qüvvəsi ilə dartı qüvvəsi bərabərdir. Yəni fikir verirsinizsə, 5 Newtondan sonra artıq təcil artmağa başlayır və cisim hərəkət eləyir. Cisim hərəkət eləyir müəyyən bir təcillə. Deməli, cisim hərəkət eləyirsə, artıq sükunət sürtünmə qüvvəsi özünün maksimal qiymətinə çatıb və sükunət sürtünmə qüvvəsinin maksimal qiymətində sürüşmə sürtünmə qüvvəsi yaranır. Deməli, belə çıxır ki, bu 5 Newton sürtünmə qüvvəsinin qiymətidir. Və 15 Newton isə dartı qüvvəsidir. Niyə? Çünki fikir verirsinizsə, artıq dartı qüvvəsi artdıqca sürtünmə qüvvəsi dəyişməyib, özünün maksimal qiymətinə çatıb. Deməli, burada gördüyümüz kimi dartı qüvvəsi də 15 Newtona bərabərdir. Təcilimiz də A bərabərdir 5 metr bölünsün saniyə kvadratıdır. Newton ikinci qanunu yazsaq, F dartı çıxılsın F sürtünmə bərabərdir M-aya. Dartı qüvvəmiz 15, çıxılsın sürtünmə qüvvəmiz 5 bərabərdir. Təcilimiz 5-dir, kütləni də bilmirik, 5M. Buradan 5M bərabərdir 10-a, M də alırıq 2 kiloqram. Deməli, cismin kütləsi 2 kiloqramdır ifadəsi doğru fikirdir. Digər 2 və 3 nömrəlilərə baxaq. 2-də deyir ki, cismə təsir edən dartı qüvvəsi 12 Newton olanda sürtünmə qüvvəsi 5 Newton idi. Bəli, çünki bu 5-dən başlayaraq 6-dır, 7-dir, 8-dir, 15, 16 fərqi yoxdur. Sürtünmə qüvvəsi, dartı qüvvəsi artsa da, sürtünmə qüvvəsi özünün maksimal qiymətinə çatıb. Ona görə bu sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti dəyişməyəcəkdir. Çünki belə deyək də, bir şeyi nəzər yetirək. Tutaq ki, bir cisimdir. Əgər bu cisim sükunətdədirsə, tutaq ki, buna bir F bərabərdir, məsəl üçün 5 Newton qüvvə təsir edir. Cisim sükunətdə qalıbsa, deməli bu cismə təsir edən sükunət sürtünmə qüvvəsinin də qiyməti 5 Newtondur ki, cisim hərəkət etmir. Tutaq ki, mən qüvvəni artırıram, məsələn 6 elədim. Cisim hələ də sükunətdədirsə, deməli sükunət sürtünmə qüvvəsi də artıb 6 Newton olacaq. 7 eləsəm 7 olacaq. Tutaq ki, gəldim 8 elədim. Cisim hərəkətə gəldi, onda bu 7 olaraq yenə də qalacaq. Yəni artıq sükunət sürtünmə qüvvəsi özünün maksimal qiymətini aldı. Yəni buradan belə bir nəticəyə çıxara bilərik ki, cisim sükunətdə qaldığı müddətcə dartı qüvvəsi artdıqca sükunət sürtünmə qüvvəsi artır. Amma artıq cisim hərəkətdədirsə, dartı qüvvəsi nə qədər artsa da, sükunət sürtünmə qüvvəsi dəyişməyəcək. Yəni gördüyümüz kimi bu artıq sükunət sürtünmə qüvvəsi özünün maksimal qiyməti olaraq 5-ə çatıb. Ondan sonra bu dartı 12 olsa, yenə də sürtünmə qüvvəsi 5-dir. Artıb 20 də olsa, yenə də sürtünmə qüvvəsi 5 olaraq qalacaqdır. Ona görə burada hər 3 ifadə doğrudur. 6 nömrəli sual deyir ki, çəkiləri nəzərə alınmayan bloklar və mail müstəvi ilə qurulan sistem tarazlıqdadır. H böl L 6-da 1 olduğuna görə K və L cisimlərinin çəkiləri PK böl PL nisbətini bizdən soruşur. Deməli, əziz müəllimlər, burada belə bir şey edirik. Bu K cisminin çəkisidir. Düzdürmü? Buna bir PK deyirəm. PK deyirəm. Dəqiqə bunu birazcık aşağı salım. Deməli, müəllimlər, burada bilirsiniz ki, K cisminin
aşağı doğru, yəni mail müstəviyə paralel toplananı olacaqdır. PK sinüs alfa. Düzdürmü? PK sinüs alfa. Buradan bir gəlin biz bu P paralel toplananı tapaq. Olacaqdır. PK vurulsun. PK vurulsun. İndi bu mail müstəvinin uzunluğudur. Buna L deyirəm. Buna da H deyirəm. Burada bir alfa bucağı deyirəm. Düzdürmü? Burada sinüs alfa nəyə bərabərdir? Sinüs alfa qarşı katet böl hipotenuzdur. Yəni H-ın L-ə nisbətidir. Və şərtdə də bunu bizə 6'da 1 olaraq verib. Deməli burada bu olacaqdır PK vur 6'da 1. Yəni bunu bütöv yazsaq olacaqdır PK böl 6. PK böl 6. Onda bu ipdəki gərinmə qüvvəsi də aşağı dartan qüvvəyə bərabər olacaq. Yəni tarazlıqdadır deyir çünki. Olacaq PK bölünsün 6. İndi bura PK bölü 6'dırsa eyni ipdə eyni qədər gərinmə olduğuna görə onda burada PK bölü 6'dır. Eyni ipin davamı olduğundan burada PK bölü 6'dır. Və burada da PK böl 6'dır. Onda bu cismə baxsaq, yəni bu L cisminə də baxsaq, bu L cisminin aşağı doğru bir PL çəkisi var. Bir də, baxın, bura fikir versək, gördüyümüz kimi, bu cismi 3 dənə ip tarazlıqda saxlayır və hər ipin də buradakı gərinmə qüvvəsi PK bölü 6'dır. Onda 3 dənəsi nə olacaq? 3 PK bölü 6. Baxın, 3 PK bölü 6. 3'ün 6'nı ixtisar etsək, bu PK bölü 2 olacaq. Deməli, buradakı ipdəki gərinmə qüvvəsi də PK bölünsün 2'dir. İndi bu sistemin tarazlıqda qalması üçün L cisminin aşağı doğru yönələn PL çəkisi ilə yuxarı yönələn PK bölü 2 bir-birini tarazlaşdırmalıdır. Onda yazarıq ki, PK bölünsün 2 bərabərdir PL. Onda buradan PK bərabər olur 2PL. 2PL. Düzdürmü? Bizdən də PK böl PL nisbətini istəyir. Onda PK bölünsün PL bərabərdir. PK-nı biz 2PL aldıq. 2PL bölünsün PL olacaqdır nisbət 2. Doğru cavabımız C variantı. 7 nömrəli sualda isə müəllimlər deyir ki, cisim 10H hündürlükdə olan A nöqtəsindən buraxılanda yerə 300 joulluq kinetik enerji ilə dəyir. Buna əsasən cismin B nöqtəsindəki kinetik enerjisinin potensial enerjisinə olan nisbətini tapın. Deməli, əziz müəllimlər, indi burada belə bir şeyə baxaq. Biz bilirik ki, tam enerji burada dəyişmir, düzdürmü? Yəni A nöqtəsində də, B nöqtəsində də, bu yerə dayananda da tam enerjisi dəyişmir. Deməli, bu A nöqtəsindən sərbəst buraxılır. Sərbəst buraxılırsa, bunun başlanğıc sürəti, baxın, burada 0-a bərabərdir. Düzdürmü? 0-a bərabərdirsə, 0-a bərabərdirsə, gəlin enerjinin saxlanma qanunu yazaq A nöqtəsi üçün. Deməli, bunun A nöqtəsində başlanğıc sürəti 0-dırsa, avtomatik olaraq bunun başlanğıc kinetik enerjisi də 0-a bərabərdir. Onda əziz müəllimlər, belə çıxır ki, biz enerjinin saxlanma qanunu yazsaq, A nöqtəsində tam enerji yalnız nədən ibarət olacaq? Bunun kinetiki yoxdur. Yalnız hündürlükdə, müəyyən bir hündürlükdə olduğuna görə potensial enerjisi var. Bu da 10H hündürlükdə olduğuna görə bunun tam enerjisi olacaqdır 10 mgh. Və digər tərəfdən, baxın, bura üçün yazsam, bu cisim yerə gəlib dəyən anda, yenə də bunun tam enerjisi indi nəyə bərabər olacaq? Yerə dəyən anda artıq potensial enerjisi olmayacaq. Əvəzində yerə dəyən anda müəyyən bir sürət olduğuna görə kinetik enerjisi olacaq. Və şərtə görə deyir ki, bu yerə 300 joulluq kinetik enerji ilə dəyir. Onda deməli, elə bunun tam enerjisi nə qədərdir? 300 jouldur. Və tam enerji dəyişmədiyinə görə bunun yerə dəyən anda tam enerjisi 300 jouldursa, onda belə çıxır ki, bunun A nöqtəsində də tam enerjisi 300 joula bərabər olacaq. Və biz buradan alırıq ki, mgh nəyə bərabərdir? 30-a bərabərdir. İndi bunun B nöqtəsindəki, baxın, bunun B nöqtəsindəki potensial enerjisini təyin eləsək,
Yerdən 2H hündürlükdə olduğuna görə potensial enerjisi olacaq 2 mgh və biz mgh-ı 30 almışıq. Onda 2-ni də 30-a vuranda olacaq 60 joule. Deməli, bu cismin B nöqtəsində potensial enerjisi 60 joule-dur. Tam enerjisi 300 joule-dur. Onda biz avtomatik B nöqtəsindəki kinetik enerjisini təyin edə bilərik. Tam enerjidən potensial enerjini çıxarıq. B nöqtəsindəki. Tam enerjimiz 300-dür. Çıxılsın. Potensial enerjimiz isə B nöqtəsi üçün 60 joule aldıq. Deməli, bu cismin B nöqtəsindəki kinetik enerjisi 240 joule bərabərdir. Bizdən də B nöqtəsindəki kinetik enerjisinin B nöqtəsindəki potensial enerjiyə nisbətini soruşur. B nöqtəsindəki kinetik enerjisini 240 joule aldıq. Bölünsün B nöqtəsindəki potensial enerjisi 60 joule idi. Bu nisbət bizə 4-ü verəcəkdir. Deməli, doğru cavabımız C variantı. Növbəti sual, 8 nömrəli sual. Deyir ki, voleybol oyununda özünə doğru 40 metr/saniyə sürətlə gələn topu idmançı 60 metr/saniyə sürətlə geri qaytarır. Topun kütləsi 300 qram olduğuna görə topun impuls dəyişməsi neçə kiloqram vur metr/saniyə olar? Deməli, əziz müəllimlər, belə düşünək. Tutaq ki, burada bir adam dayanıb, düzdürmü? Bir adam dayanıb. Top bu adama doğru 40 metr/saniyə sürətlə gəlir. 40 metr/saniyə sürətlə gəlir. Və adam topu geri olaraq 60 metr/saniyə sürətlə geri göndərir. Yəni, şəkil qarışmasın deyə mən belə göstərim bunu. Gələn bu topu da buradakı idmançı geri 60 metr/saniyə sürətlə qaytarır. Biz bilirik ki, impuls dəyişməsi delta P bərabərdir. P minus P0'dır. Son impulsun yerinə yazaram MV. Başlanğıc impulsun yerinə yazaram MV0. Amma burada bir şey var ki, bu sürətlər əks istiqamətdə yönəldiyinə görə toplanacaq. Yəni, impulsları biz toplayasıyıq. Onda olacaqdır M vurulsun V üstə gəlinsin V0. Buradan da 300 qramdır topun kütləsi. Kiloqrama çevirsək 0,3 vurulsun. Deməli, son sürət, belə deyək, geri qaytardığı sürət 60, üzərinə gəlinsin. Özünə doğru da 40 ilə gəlirdi bu top. Bu da bərabərdir. 0,3 vurulsun 100. Cavabımız olacaqdır 30 kiloqram vurulsun metr bölünsün saniyə. Doğru cavabımız D variantı. Davam edək müəllimlər. 9 nömrəli sualda isə deyir ki, sükunət vəziyyətindən 30 Newton dartı qüvvəsinin təsiri altında hərəkətə başlayan 3 kiloqram kütləli cismin yer dəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. İlk 2 saniyə ərzində sürtünmə qüvvəsinin işinin neçə joule olduğunu bizdən soruşur. İlk öncə biz bilirik ki, sürtünmə qüvvəsi hər zaman mənfi iş görür. Ona görə avtomatik D-Y variantları ola bilməz. Bunu bilirik. İndi əziz müəllimlər, biz sürtünmə qüvvəsinin işini tapmaq üçün yazasıyıq ki, mənfi F sürtünmə vurulsun S-dir. Baxırıq ki, bu cisim 8 metr yol gedib. Yəni, bu cismin getdiyi biz yolu bilirik. Yəni, bilirik ki, bu 8-ə bərabərdir. Nəyi bilmirik? Sürtünmə qüvvəsinin qiymətini bilmirik. Baxırıq ki, hərəkət bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə deməli necə olur? Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olur. Onda biz Newton ikinci qanunu yazsaq, yazırıq ki, dartı qüvvəsi çıxılsın, sürtünmə qüvvəsi bərabər edirik M-aya. Buradan dartı qüvvəsi 30'dur.
çıxılsın sürtünmə qüvvəsini bilmirik, bərabərdir. Kütləmiz 3-dür. Təcili isə bu sükunət vəziyyətindən hərəkətə başladığına görə AT kvadratı bölü 2 düstur ilə təyin edəcək. Buradan biz təcili təyin etsək, A bərabərdir. 2S bölünsün T kvadratı şəklində olacaqdır. Bu da 2 vurulsun. 8 metr yol gedib 2 saniyədə, kvadratda 4. Buradan olur 4 metr bölünsün saniyə kvadrat. Gətirib yerinə yazaq. 3 vur 4 olur. Buradan da biz sürtünmə qüvvəsinin qiymətini alırıq ki, 30 çıxılsın 12. Yəni 18 Newton. Gətirib yerinə yazsaq, mənfi 18 vurulsun 8. Bu da nə eləyir? Mənfi 144 joule olmuş olur. Yəni doğru cavabımız A variantı. Deməli, əziz müəllimlər, davam eləyək növbəti sualla. Deməli, növbəti sualda bizə deyir ki, 10 nömrəli sualda harmonik rəqs edən cismin təcilinin zamandan asılılıq qrafik verilib. Buna əsasən rəqs edən cismin kinetik enerjisinin zamandan asılılıq qrafik hansıdır? İlk öncə, əziz müəllimlər, biz bilirik ki, enerji qrafikləri heç vaxt mənfidə ola bilməz və kinetik enerji də zamana görə sabit qalmır, dəyişir. Deməli, doğru cavabımız ya A-dır, ya B-dir. Baxıram ki, əziz müəllimlər, bizə verilən təcil zaman qrafikinə baxanda görürəm ki, təcil sinus qanunla dəyişir. Çünki sıfırdan başlayır, yəni sinus qanunla dəyişir. Onda avtomatik olaraq sürətimiz kosinus qanunundan dəyişəcək və kinetik enerji də sürətdən asılıdır, düz asılıdır. Yəni, düz kvadratik olsun, fərqi yoxdur. Əsas odur ki, sürət hansı qanunla dəyişəcəksə, kinetik enerji də həmin qanunla dəyişəcəkdir. Yəni, kosinusla dəyişməlidir. Kosinusda da qrafik müəyyən bir dəyərdən başlayır. Növbəti sualımız. Növbəti sual 11 nömrəli sualda, əziz müəllimlər. 11 nömrəli sualın şəklini mən burada sizə göstərməyə çalışam. Şəkil belədir. Buradan göstəreyim. Bir dəqiqə. Qarayla. Müəllimlər, bir balaca çəkməyə çalışıram. Balaca əyri olur. Deməli, əziz müəllimlər, burada necədir? Burada bir X mayesi var. Burada bir X mayesi var. Bunu belə göstərim. Bunlardan nöqtə şəklində göstərim. Bu da olsun Y. Bu yenə Y-dır. Nöqtələrlə göstərmişəm. Burada da olsun Z mayesi. Burada, əziz müəllimlər, bizdən birləşmiş qablardakı bir-birinə qarışmayan mayələrin sıxlıqlarını müqayisə eləməyimizi soruşur. Biz bilirik ki, sıxlığı çox olan maye qabın daha alt hissəsində yerləşir. Baxıram ki, burada Y mayesi, fikir verin. Fikir verin ki, burada
Burada y mayəsi x-ə nisbətən daha altda yerləşir. Belə çıxır ki, y mayəsinin sıxlığı x mayəsinin sıxlığından böyükdür. İndi gəlirəm ikinci şəklə. İkincidə fikir verirsinizsə, z y-dan da aşağıda yerləşib. Deməli, belə çıxır ki, z mayəsinin sıxlığı y-dan da nə imiş? Böyük imiş. Onda belə çıxır ki, sıxlığı ən çox olan z-dir, sonra y-dir, sonra x-dir. Yəni, doğru cavabımız olacaqdır D variantı. 12 nömrəli sualında şəkli düşməyib. Sabit kütləli ideal qazın 1, 2 və 3 nöqtələrinə uyğun həcmlərini müqayisə etməyimizi soruşur. Burada gəlin mən şəkli çəkeyim. Təzyiqin temperaturdan asılılıq qrafikidir. Burada bizə nöqtələr verib. Deməli, burada 1 nöqtəsidir, burada 2 nöqtəsidir, burada isə 3 nöqtəsidir. Deməli, müəllimlər bizə deyir həcmlərini müqayisə ilə. Deməli, bunu necə həll edərik? Dəqiqə. Deməli, biz ideal qazın hal tənlini yazsaq, bu necədir? P V bərabərdir, nü R T'dir. Biz buradan həcmi təyin eləsək, V bərabərdir, nü R T bölünsün P olacaqdır. Deməli, müəllimlər, verilmiş kütləli qaz olduğuna görə burada nü dəyişmir, R dəyişmir. T'nin P'yə nisbəti, baxın, P'nin T'yə nisbəti tangesdirsə, T'nin P'yə nisbəti kotanges alfanı verəcək. Yəni, bu olacaqdır nü R kotanges alfa. Və kotangesdə bucaq artanda funksiya azaldığı üçün V-də azalır. Yəni, buradan belə bir nəticəyə gələ bilərik ki, bizim həcmimiz alfa bucağı ilə tərs mütənasib şəkildə asılıdır. Yəni, elə bil ki, bizim bu bucağımız artsa, bucağımız artanda, bu kotanges funksiyası azaldığı üçün V azalır. Yəni, fikir verin, bucaq artdı, V azaldı. Yəni, tərs asıldır. Onda biz hər bir nöqtədən koordinat başlanğıcından keçən düz xəttlər keçirdərik. Keçəndə görürük ki, bu nöqtələrin absis oxu ilə, yəni temperatur oxu ilə əmələ gətirdiyi bucaqlar, bax, bu 1 ilə 2-nin bucağıdır, bu da 3-ün bucağıdır. Bucaqları müqayisə eləyəndə görürük ki, alfa 1 alfa 2-yə bərabərdir və alfa 3-dən böyükdür. Və həcmdə alfa bucağı ilə tərs asılı olduğuna görə olacaqdır V1 V2-yə bərabərdir və V3-dən kiçikdir. Çünki bucağı kiçik olanın həcmi böyük olacaq. Yəni, bu variant B variantında göstərilmişdir. 13 nömrəli sual. Bunun da şəkli düşməyib. Deyir, istilik mühərrikinin gördüyü işin qızdırıcıdan alınan istilik miqdarından olan asılılıq qrafikinə əsasən mühərrikin faydalı iş əmsalının eta 1 böl eta 2 nisbətini hesablayın. Qrafik bu şəkildədir. Belə göstərək. Deməli, müəllimlər, bura 16-ya bərabərdir, bura 12-yə bərabərdir, bura 5-dir, bura 0-dır, bura 1, burada 2-dir. Deməli, müəllimlər, bizdən nəyi soruşur? Bizdən faydalı iş əmsallarının nisbətini soruşur. Bura A'-dir, A'-in Q1-dən asılılığıdır. Deməli, biz bilirik ki, faydalı iş əmsalımız eta bərabərdir, A' bölünsün Q1 vurulsun 100'dür. İndi burada 100'ə ehtiyac yoxdur. Bir şeyə fikir verəcəm. Fikir verirsinizsə, hər iki qrafik üçün Q1'in qiyməti eynidir. Yəni, hər biri üçün Q1'in qiyməti eynidir. Onda eta A' ilə düz mütənasib asılıdır. Siz onda asıllıq qura bilərsiniz.
2 dəqiqə. Asılılıq qura bilərsiniz. Hara getdi bu? 2 dəqiqə əziz müəllimlər. Onda yazarıq ki, eta 1-in eta 2-yə nisbəti bərabərdir. A'1 bölünsün A'2-yə. Buradan birinci üçün işin qiyməti 6-ya bərabərdir. İkinci üçün isə 12-yə bərabərdir. Nisbət bizə 2-də 1 verir. Və yaxud da əziz müəllimlər, ikinci belə tapardınız ki, hər bir qrafik üçün hesablayardınız. Məsələn, yazardınız ki, eta 1 bərabərdir. A' bölünsün Q1. Birinci üçün yazsaq, birinci grafikə görə bunun A' 6-dır, Q1 isə 5-dir. Bu olar 1,2. Eta 2'ni hesablayardınız. A2' bölünsün Q1 yazardınız. Buradan da ikinci grafiyə görə A''ın qiyməti 12'dir, Q1 yenə də 5'dir. Bu da eləyir 2,4. Eta 1'i eta 2'yə bir nisbətinə bölsəniz, yəni nisbətini tapsanız, yenə də sizə 2'də 1'i verəcəkdir. Davam eləyək. Növbəti sual əziz müəllimlər. İzoxor prosesdə doyan buxarın təzyiqinin temperaturuna asılılıq qrafiki hansıdır? Bunu yəqin ki, hər birimiz əzbər bilirik. İzoxor prosesdə təzyiq temperaturdan belə parabolik şəkildə asılıdır. Növbəti sual. 15-ci sualda deyir ki, maye kənar bucaq neçə dərəcə olduqda bərk cismi tam isladır. Əlbəttə ki, tam islatması üçün bizim bu teta kənar bucağımız 0 dərəcəyə bərabər olmalıdır. 180 dərəcədə isə maye bərk cismi deməli nə sayılır? Tam islatmayan maye sayılır. Yəni tetamız, kənar bucağımız 180 dərəcəyə bərabərdirsə tam islatmayan mayedir. Kənar bucağımız 0 dərəcəyə bərabərdirsə maye bərk cismi tam isladır. 16 nömrəli sual, maraqlı sualdır. Deyir, bir düz xətt üzərində olan A, B və C yüklərindən A-nın B-yə göstərdiyi elektrik qüvvəsi 20 Newtondur. Tamam, yazaq bura. Deməli, A-nın B-yə göstərdiyi elektrik qüvvəsi. Elektrik qüvvəsi 20 Newtondur. Bizə B-yə təsir edən əvəzləyici qüvvəni soruşur əziz müəllimlər. Əvəzləyici qüvvəni bizdən soruşur. Deməli əziz müəllimlər, belə bir şey eləyək. Biz bilirik ki, yüklər arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsi K vurulsun, modulda Q1, düzdürmü? Modulda Q2 bölünsün, R kvadratı düsturu ilə təyin olunur. Onda biz bu düsturu AB üçün yazsaq, onda olacaqdır, baxaq. A-nın B-yə təsir qüvvəsi. İlk öncə gəlin görək A, B-yə hansı istiqamətdə təsir edir. Baxıram ki, bunlar hər ikisi eyni işarəli yüklərdir. Onda A, B-ni sağa, B də A-nı sola doğru itələyir. Əsas B-yə təsir edən qüvvəyə baxmalıyam. Görürəm ki, A kürəsi B-ni sağa doğru itələyir. Baxın, bu şəkildə itələyir. Və nə qədər qüvvə ilə? Şərtə görə bu 20 Newton qüvvə ilə itələyir. İndi görək C-B-yə necə təsir edir? B ilə C də eyni işarəli yüklər olduğuna görə bir-birini itələyəcək. Belə çıxır ki, C kürəsi də B-ni sola doğru itələyir. Nə qədər qüvvə ilə? Bunu hələ ki bilmirik. Bunu isə təyin eləməliyik. Necə təyin eləyərəm? AB arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsini yazsam, olacaqdır K vurulsun. Hər birinin yükü Q-dür. Modulda olduğuna görə mənfinin onsuz da önəmi yoxdur burada. Yazıram K, Q kvadratı bölünsün. Bunlar arasındakı məsafə də R-ə bərabərdir. Şərtə görə bu 20 Newtondur. Yəni bunlar arasındakı Coulomb qarşılıqlı təsir qüvvəsi 20 Newtondur. İndi
BC arasındakı qarşılıqlı təsir qüvvəsini yazsam, olacaqdır K vurulsun. Yüklərin biri Q-dür, biri 2Q-dür. Onda olacaqdır 2Q kvadratı bölünsün. Yenə də bunlar arasındakı məsafə R-dir, R-in kvadratı. Onda mən bunu yazıram. 2K Q kvadratı bölünsün R kvadratı. Və biz yuxarıda fikir verdinizdə KQ kvadratı böl R kvadratına nə demişik? 20 Newton demişik şərtə görə. Bu 20-dirsə, onda 2 vurulsun 20 olacaq 40 Newton. Deməli, C də B-yə sola doğru 40 Newton qüvvə ilə təsir göstərir. Düzdürmü? 40 Newton qüvvə ilə təsir göstərir. Onda biz B-yə təsir edən yekun əvəzləyici qüvvəni təyin etsək, B-yə əks istiqamətdə qüvvələr təsir etdiyinə görə əvəzləyici qüvvəni tapanda çıxasıyıq. 40 minus 20 olacaqdır 20 Newton. Yəni doğru cavabımız C variantı. 17 nömrəli sual aşağıdakı vahidlərdən hansı və ya hansıları Faraday yerinə ifadə edilə bilər? Deməli, əziz müəllimlər, gəlin yazağın. Bir kulon bölünsün voltun biz farad olduğunu zaten bilirik. Çünki kulon yükün vahididir. Volt un gərginliyin vahididir. Yəni Q bölünsün U bizə S-ni verir, yəni faradı verir. Deməli 3 doğrudur. Digər tərəfdən kulon kvadratı bölünsün Joule. Gəlin baxalım. Kulon yükün vahididir. Kulonun kvadratı onda olacaq Q kvadratı bölünsün Joule da enerjinin vahididir. Düzdürmü? Deməli buradan belə bir şey alarıq ki, Q kvadratı bölünsün. Enerjinin yerinə də Q kvadratı böl 2S yazıram. Onda 2S böləndə yuxarı qalxar. Q kvadratı aşağı düşər. Buradan qalar 2S. Yəni burada rəqəmə baxmırıq. Əsas qalan kəmiyyətə baxırıq ki, S qaldı. Yəni tutum qaldı. Yəni faradı verdi bu da. Deməli 1 də doğrudur. İndi isə baxalım saniyə bölünsün ohma. İndi isə əziz müəllimlər, ikinci hissə bir balaca müəmmalı gələ bilər. Amma nə edirsiniz? Baxın, burada saniyəni saxlayıram. 1 ohmun yerinə nə yaza bilərəm? Gəlin bir şeyi xatırlayaq. I bərabərdir, U bölünsün R-i xatırlayaq. Biz buradan R-i təyin eləyəndə nə alırıq? U bölünsün I. Yəni belə çıxır ki, 1 ohm 1 volt böl amperə bərabərdir. Onda yazıram, saniyə bölünsün, volt bölünsün amper. Bu da bərabərdir. Saniyə yerində qalır. Böləndə tərs qiymətinə vururuq. Yəni amper yuxarı qalxır, volt aşağı düşür. Biz də bilirik ki, 1 kulon 1 amper vur saniyəyə bərabər. Deməli, amper vur saniyənin yerinə kulon yazıram, bölünsün volt. Kulon bölünsün volt da bizə 1 farad verir. Deməli, burada hər üçü faradın yerinə ifadə edilə bilər. Doğru cavabımız D variantı. 18 nömrəli sualda deyir ki, eyni maddədən hazırlanmış K və L naqillərinin en kəsiklərinin sahələri uyğun olaraq S və 2S uzunluqları isə 2L və L-dir. Bu naqillərin uclarına şəkildəki kimi gərginliklər verildiyi zaman naqillərdən keçən cəryan şiddətlərinin I1 bölü 2 nisbətini bizdən soruşur. Deməli, əziz müəllimlər, gəlin biz birinci naqilin müqavimətini təyin edək. Bildiyimiz kimi müqavimət R bərabərdir. Rho vur L bölünsün S-dir. Düzdürmü? Birinci naqilin müqavimətini təyin etsək, R1 bərabərdir. Eyni maddədən hazırlandığına görə xüsusi müqavimət hər ikisində eynidir. Vurulsun. Birinci naqilin uzunluğu 2L qədərdir. Bölünsün sahəsi isə S qədərdir. Rho vur L böl S-ə R desəm, birincinin müqaviməti olacaq 2R. İkinci naqilin müqavimətini təyin eləsəm, rho vurulsun. İkinci naqilin uzunluğu L-dir. Yəni K, burada daha doğrusu L naqilin uzunluğu L-dir. Sahəsi isə 2S-dir. Rho L böl S-ə R desəm, ikincinin müqaviməti olacaq R bölünsün 2. Onda belə bir şey eləyərik. Cəryan şiddətini soruşur. Birinci üçün mən yazaram. Yəni ohm qanunu yazsaq, I bərabərdir, U bölünsün R-dir. Birinci naqildən axan cəryan şiddətini təyin eləsəm, birinci naqilin uclarındakı gərginlik 80 volt, bölünsün müqaviməti isə nə qədərdir? 2R-dir. Bölünsün 2R.
Birinci naqildən axan cərəyan şiddəti olur 40 bölünsün R. İkinci naqildən axan cərəyan şiddətini təyin eləsək, ikinci naqilin uclarındakı gərginlik 40 volt bölünsün müqaviməti nə qədər almışdıq? R bölünsün 2 almışdıq. Onda 2 yuxarı qalxır, R aşağı düşür, olur 80 bölünsün R. Bizdən də birinci naqildən axan cərəyan şiddətinin, ikinci naqildən axan cərəyan şiddətinin nisbətini soruşur. I1'imiz 40 bölünsün R'dir, vurulsun R bölünsün 80. Buralar ixtisar gedir. Nisbət bizə 2'də 1'i vermiş olur. Doğru cavabımız D variantı. Növbəti sual. Deyir ki, yarım keçiricilərdə P tip keçiriciliyinin yaranması üçün akseptor aşkardan deməli, çəkək. Deməli, yaranması üçün akseptor aşkardan istifadə edilərsə, akseptor aşkarın valent elektronlarının sayı deməli yarım keçirici atomların. Deməli, burada yarım keçiricilərdə biz P tip keçiriciliyin yaranmasını istəyirik. Bunun üçün akseptor aşkarın valent elektronlarının sayı, baxın, valent elektronların sayı yarım keçirici atomların sayından az olmalıdır. Çünki P tip keçiricilik müsbətdir, P'lər düzdürmü? Onda burada akseptor aşkarın valent elektronların sayı yarım keçirici atomların sayından az olmalıdır. Yəni burada daha çox müsbətlər daha çox olmalıdır ki, P tip yarım keçiricilik yaransın, P tip keçiricilik yaransın. Növbəti sualımız 20 nömrəli sualdır. Maqnit induksiyası 5 Tesla olan sahədə 2 amper cəryan axan naqilə təsir edən amper qüvvəsinin neçə Newton olduğunu bizdən soruşur əziz müəllimlər. Deməli, biz bilirik ki, amper qüvvəsinin düsturu F amper bərabərdir IBL sinus alfadır. Bu da bərabərdir. Cəryan şiddəti 2, induksiyası, maqnit induksiyası 5, sonra deməli, naqilin uzunluğu 50 cm, metrə çevirirəm 0,5 metr. Vurulsun sinus alfa. Yəni sinus 37 0,6. Buradan əziz müəllimlər biz 2-ni 0,5'ə vuranda 1, 1'i 5'ə vurduq. 5, 5'i də 0,6'ya vuranda 3 Newton olacaqdır. Yəni doğru cavabımız B variantı. 21 nömrəli sual. Sarğacdakı cəryan şiddətinin zamandan asılı qrafik verilib. 0T zaman aralığında yaranan induksiya EHG-si epsilon 1, T3T zaman aralığında yaranan EHG isə epsilon 2'dir. Buna əsasən epsilon 1 böl epsilon 2 olan nisbətini tapın. Deməli, əziz müəllimlər, burada sarğacdakı cəryan şiddətinin zamandan asılı qrafik verilib. Onda düsturumuz epsilon bərabərdir, mənfi L vurulsun, delta I bölünsün, delta T'dir. Belə yazaq. Deməli, buradan əziz müəllimlər, birinci bizə deyir ki, 0T zaman aralığında yaranan induksiya EHG-si epsilon 1'dir. Burada mənfilərlə işləməyəcəm, çünki zaten nisbət tapanda o mənfilər gedəcək. Onun üçün yazıram ki, epsilon 1 bərabərdir, L vurulsun. Birinci baxaq, 0T zaman intervalında bunun cəryan şiddəti nə qədər dəyişib? Baxıram ki, I-dən 3-yə qalxıb, dəyişmə 2 idi və keçən zaman da T'dir. Burada alıram ki, 2 Li bölünsün T, Li böl T'yə bir epsilon desəm, deməli, epsilon 1 olacaq 2 epsilon. İndi isə epsilon 2'ni təyin eləyək, T3T zaman intervalı üçün, L vurulsun. Baxıram ki, T'dən 3T zaman anında bunun cəryan şiddəti 3i-dən 0'a düşüb, yəni dəyişmə 3i-yə bərabərdir. Keçən zaman isə, fikir verirsinizsə, T ilə 3T zaman aralığında 2T zaman keçib. Yenə də buradan Li böl T'yə epsilon desəm, bu olacaqdır 2'də 3 epsilon. Bizdən isə epsilon 1'in epsilon 2'ye nisbətini soruşur. Epsilon 1'imiz 2 epsilon bölünsün epsilon 2 isə 3 epsilon bölünsün 2'dir. Buradan da 2 yuxarı qalxır, olur 4 epsilon bölünsün 3 epsilon.
Epsilonlar gedir, nisbət bizə 3-də 4-ü verməlidir. Burada B variantda 4-də 3 düşüb, tərsinə düşüb 3-də 4 olmalıdır. Yəni B variantı. 22 nömrəli sual. Rəqs konturunda sarğacdakı cərəyan şiddətinin zamandan asılıq qrafik verilib. Grafikin hansı nöqtələrinə uyğun zaman anında kondensatorun gərginliyi öz maksimum qiymətini alır. Biz bilirik ki, rəqs konturunda enerji çevirmələrində necə idi? Məsəl üçün, yükdür, gərginlikdir, sonra elektrik sahəsinin enerjisidir, enerji sıxlığıdır. Bunlar məsələn, maksimum olanda sarğaca aid olanlar. Yəni, cərəyan şiddətidir, maqnit selidir, maqnit sahəsinin enerjisidir, maqnit sahəsinin enerji sıxlığıdır. Bunlar minimal olur. Bunlar minimal olanda isə bunlar maksimal olur. İndi bizə də deyir ki, kondensatorun gərginliyi öz maksimum qiymətini alsın. Yəni, gərginliyin maksimum olması üçün cərəyan şiddəti minimum olmalıdır. Bu qrafikdə də cərəyan şiddətin minimum olduğu nöqtələr 2 və 4 nöqtələrdir. Doğru cavabımız D variantı. Növbəti sual. 23 nömrəli sual. Dəyişən cərəyanı düzləndirmək üçün hansı cihazlardan istifadə olunur? Transformator, ampermetr, diod, vakuum diodu, dəyişən cərəyan generatoru. Əlbəttə ki, bu yarım keçirici diodla vakuum diodudur ki, dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur. Doğru cavabımız B variantı. 24 nömrəli sual. Cismin toplayıcı linzada alınan xəyalı üçün aşağıdakı ifadələrdən hansı və ya hansıları doğrudur? Əziz müəllimlər, baxırıq ki, bizim cismimiz 2F-dən uzaqdadır. Yəni, cismimiz 2F-dən uzaqdadır. Biz bilirik ki, toplayıcı linzada cisim 2F-dən uzaqda olanda xəyal F ilə 2F arasında alınır. Bəs necə alınır? F ilə 2F arasında kiçildilmiş alınır və necə alınır? Burada tərsinə çevrilmiş alınır və həqiqi xəyal alınır. Çünki burada şüaların uzantıları yox, özləri kəsişir. Ona görə doğru cavabımız A variantı. Sonra 25 nömrəli sual. Mühitin mütləq sındırma əmsalı hansı ifadə ilə təyin olunur? Lambda mühitdə işığın dalğa uzunluğu, lambda 0 vakuumda işığın dalğa uzunluğudur. Əziz müəllimlər, biz bilirik ki, mühitdə işığın dalğa uzunluğu onun vakuumdakı dalğa uzunluğundan nisbi sındırma əmsalı qədər, yəni mütləq sındırma əmsalı dəfə azdır. Onda biz buradan mühitin mütləq sındırma əmsalını təyin eləsək, lambda 0 bölünsün, lambda şəklində olacaq. Doğru cavabımız C variantı. 26 nömrəli sual. Metal lövhəni nü bərabərdir 7 nü tezlikli şüalanma ilə işıqlandırdıqda fotoelektronların maksimal kinetik enerjisi neçə h nüyümə bərabər olar? Biz bilirik ki, fotoeffekt üçün Einstein tənliyindən Y foton bərabərdir A çıxış üzərinə gəlsin Y kinetik maksdır. Deməli, əziz müəllimlər, fotonun enerjisi bildiyimiz kimi h nüyüdür, bərabərdir. Çıxış işi isə h nü minimumdur. Üzərinə gəlinsin Y kinetik maks. Bizə deyir ki, nüyü 7 nü minimuma bərabərdir. Düzdürmü? Onda gətirib burada nüyünün yerinə 7 nü minimum yazanda h-a da vuranda olur. 7 nü, daha doğrusu 7 h nü minimum bərabərdir. H nü minimum üstə gəlinsin Y kinetik maks. Buradan da biz Y kinetik maksı təyin eləyəndə 7 h nü minimum çıxılsın, h nü minimum olacaq 6 h nü minimum. Bizə də deyir ki, maksimal kinetik enerjisi neçə h nüyümə bərabərdir? Gördüyümüz kimi 6 h nüyümə bərabər olacaqdır. Növbəti sual, atom nüvə fizikasına aid sual. Deyir ki, radioaktiv nüvələrin sayı 10 ildə 4 dəfə azalarsa, 30 ildə neçə dəfə azalar? Deməli, əziz müəllimlər, biz bu sualı necə həll edəcəyik? Deməli, düsturumuz n bərabərdir. N0 vurulsun, 2 üzəri mənfi T bölünsün T'dir. Bizə deyir ki, radioaktiv nüvələrin sayı 10 ildə 4 dəfə azalıb.
Gəlin görəyin onda yarım parçalanma periodu nə qədərdir? Deməli bu 4 dəfə azalır. Onda n-in yerinə yazıram. n0 böl 4 bərabərdir. n0 vurulsun 2 üzərində mənfi 10 ildə deyiriz. Deməli zaman 10'dur. Bölünsün periodu da bilmirik. Buradan n0 ilə ixtisar gedir. 4'də 1'i mən 2 üzəri mənfi 2 yazaram. Bərabərdir. Bu da 2 üzərində mənfi 10 bölünsün t'dir. Əsaslar eynidir. Üstləri bərabərləşdirsək, buradan 2t bərabərdir 10'a. Deməli, yarım parçalanma periodu 5 ilə bərabərdir. İndi mənə deyir ki, 30 ildə neçə dəfə azalar? Onda yazaram ki, n bərabərdir. n0 vurulsun 2 üzərində mənfi. İndi mənə 30 il deyir. Yarım parçalanma periodunda 5 tapmışam. Buradan n bərabərdir. n0 vurulsun 2 üzərində mənfi 6. 2 üzəri mənfi 6 da 64'də 1 deməkdir. Yəni olacaq n0 bölünsün 64. Gördüyümüz kimi 64 dəfə azalacaq. Növbəti sualımız nədir? Bizə deyir ki, başlanğıc koordinatı x0 bərabərdir 10 metr olan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafik verilib, 10-cu saniyənin sonunda cismin son koordinatını hesabla. Deməli, əziz müəllimlər, biz bilirik ki, yer dəyişmə son koordinat çıxılsın başlanğıc koordinatdır. Bizdən son koordinatı istədiyi üçün buradan x0 üstə gəl s yazırıq. Başlanğıc koordinatı bilirik. S də burada yer dəyişmədir. Yer dəyişməni bilmirik. Yer dəyişməni isə biz demişik ki, sürət zaman qrafikində qrafikin altında qalan sahəyə görə təyin edə bilərik. Baxın, buradakı qrafikin altında qalan sahəyə bir S1 desəm, buraya bir S1 desəm, S1'i təyin edərəm ilk öncə. Bir tərəf mənfi 4'dür, üç bucağın sahəsi. Digər tərəf 5'dir. Bölünsün 2'dən. Alırıq mənfi 10 metr. İkinci qrafikin altında qalan sahə buradır. Burada bir S2 deyirəm. S2'ni də təyin eləsək, burada fikir verirsə bir üçbucaq var. Düzdürmü? Bu üçbucağın bir tərəfi 5 ilə 10'un arasıdır. Digər tərəf isə baxın buradır. Bu da bu hissəyə bərabərdir. Yəni 6'dır. Onda yazaram ki 5 vurulsun 6 bölünsün 2. Nə aldım? 15 metr aldım. Yer dəyişməni tapanda nə edirik? Yer dəyişməni tapanda olduğu kimi toplayırıq. S yer dəyişmə bərabərdir. Sahələri aldığımız kimi də toplayırıq. Mənfi 10 üzərinə gəl 15. Deməli, yer dəyişmə 5 metrə bərabərdir. Onda buradan yazaram x bərabərdir. x0'ım 10'dur. Yer dəyişməm 5'dir. Onda 10-cu saniyənin sonunda son koordinatım 15 metr olacaq. Doğru cavabımız B variantı. Növbəti sualla əziz müəllimlər davam eləyək. 29 nömrəli sualda isə bizə deyir ki, çevrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə ərzində gəlib. Onun bucaq sürətində. Bildiyimiz kimi bucaq sürəti omega bərabərdir 2 pi bölünsün t'dir. Biz periodu bilmirik. Fikir verirsinizsə, bu A-dan B-yə gələndə 120 dərəcə dönür. Yaxşı, biz bilirik ki, cisim çevrə üzrə bütöv tam dövr eləyəndə, bir tam dövrdə cisim çevrə üzrə hərəkət edəndə neçə dərəcə dönür? 360 dərəcə dönür. Yəni bir tam dövrə 360 dərəcə düşür. Düzdürmü? Və bizə deyir ki, bu A-dan B-yə gələndə 2 saniyə ərzində gəlib. Onda belə çıxır ki, bu 120 dərəcəlik qövsü 2 saniyə dönüb. Onda 120 dərəcəyə də düşür 2. Onda buradan periodumuz nəyə bərabər olar? Periodumuz bərabər olacaqdır 6'ya. Elə deyilmi? 6'dırsa, aparıb yerinə qoyub hesablaya bilərik. Omega bərabərdir 2 vur. Pinin qiyməti 3, period da 6'dır. Onda bucaq sürətimiz 1 radiyan bölünsün saniyə olacaqdır. Növbəti sual 30 nömrəli sualımız. Sürtünməsi şəraitdə sükunət vəziyyətindən 30 Newton qüvvənin təsiri ilə hərəkətə başlayan M kütləli cisim 4 saniyədə 24 metr yol gedib. Bu cismin kütləsi. Deməli, bunun başlanğıc sürəti 0'a bərabərdir. Yaxşı, görək onda bu cisim hansı təcillə hərəkət edib? Sükunət vəziyyətindən hərəkətə başlayan bir cismin getdiyi yol AT kvadratı bölünsün 2 ilə təyin edilir. Onda biz buradan təcili təyin etsək, 2s bölünsün t kvadrat olacaq. Yəni, bu tərəfdən yazsam, buradan A bərabərdir 2 vurulsun, S-imiz 24 metr yol gedib, neçə saniyə?
4 saniyə, kvadratı da olacaqdır 16. Bunlar getdi. 8, 24 də 8-ə böləndə 3 metr bölünsün saniyə kvadrat. Deməli, bu cisim 3 metr bölü saniyə kvadratı təcillə hərəkət edir. Digər tərəfdən, gördüyümüz kimi bu cismə 37 dərəcə bucaq altında qüvvə təsir edir. Onda biz bu qüvvəni proyeksiyaya ayırsaq, biri olacaqdır şaquli toplanan. Buna biz dəqiqə. Biri bu da əziz müəllimlər. Biri də, baxın, bu proyeksiyadır. Burada bu şaquli toplananda qüvvənin F-dir, bu da üfüqi toplananda F-dir. Bucağa bitişik tərəf kosinüsü demişik. Onda F-x F kosinüs alfaya bərabərdir. F-y isə F sinüs alfaya bərabərdir. Digər tərəfdən əziz müəllimlər, bu cismə aşağı doğru bir mg ağırlıq qüvvəsi təsir edir. Dayaq tərəfindən isə yuxarı doğru reaksiya qüvvəsi təsir edir. Onda tarazlıq şərtini yazsaq, bu cismə yuxarı təsir edən qüvvələrin cəmi ilə aşağı təsir edən qüvvələrin cəmi bərabər olmalıdır. Yəni, yuxarı n var, yuxarı fy var. Bu ikisinin cəmi mg-yə bərabər olmalıdır. Bəs fy nəyə bərabərdir? Dedik ki, fy olacaqdır f sinüs alfa. Qüvvənin qiyməti 30, sinüs 37 dərəcə 0,6. 30 da 0,6-ya vuranda eləyir 18 Newton. Onda burada deməli biz nə edərik? Burada əziz müəllimlər heç bu qədər getməyə ehtiyac olmur. Amma ehtiyac belə deyim, izahdan sonra bunu da göstərəcəm, birdən lazım olar. Fikir verirsinizsə, burada sürtünməsiz qeyd etmişəm. Sürtünməsizdirsə, deməli buna yalnız üfüqi istiqamətdə qüvvənin x oxu üzrə proyeksiyası təsir edir. Yəni, əvəzləyici qüvvə EMA deyilmi? EMA-dır da, düzdürmü? Burada da əvəzləyici qüvvə yalnız FX-dir. Onda buradan FX bərabərdir EMA yazıram. Buradan da biz FX-i təyin etsək, F-x'imiz olacaqdır F kosinüs alfa. Deməli, F-imiz 30, kosinüs 37 dərəcədə 0,8-dir. 30-u da 0,8-ə vuranda 24 Newton olur. Onda buradan 24 bərabərdir. Təcili də yuxarıda 3 tapmışdıq. 3 M-ə. Onda buradan M də olacaqdır 8 kiloqram. Bunu tapandan sonra, baxın, burada bizdən reaksiya qüvvəsi də soruşa bilər. Reaksiya qüvvəsini isə, baxın, bu şərtdən tapardınız. Yəni, məsəl üçün, n üzərinə gəlsin. F-y neçə tapmışdıq? 18 tapmışdıq. Düzdürmü? Bərabərdir. Kütləni nə tapdıq? 8. 8-də ona vuranda 80. Deməli, buradan reaksiya qüvvəsi də 62 Newtona bərabər olar. Bax, bizdən bunu da soruşa bilərdi. Hal-hazırda bizdən cismin kütləsini soruşduğuna görə doğru cavabımız 8 kiloqram. 31 nömrəli sualda deyir ki, cismə yer səthinin K nöqtəsində təsir edən ağırlıq qüvvəsi 40 Newtondur. Cismə yer səthindən R hündürlüyündəki L nöqtəsində təsir edən ağırlıq qüvvəsi neçə Newton olar? Deməli, əziz müəllimlər, fikir verirsinizsə, bu K nöqtəsində yer səthində ağırlıq qüvvəsini bizə verib 40 Newton. Yer səthi üzərində cismə təsir edən ağırlıq qüvvəsini həmən F0 desəm, bu J vurulsun, M bölünsün, R kvadratı üstü ilə təyin olunur və elə bunun radisi R qədərdir və şərtə görə deyir ki, bu 40 Newtondur. İndi bizə bu L nöqtəsində cismə təsir edən ağırlıq qüvvəsini soruşur. Yer səthindən hər hansı bir H hündürlükdə ağırlıq qüvvəsinin qiyməti J vurulsun, M bölünsün, R plus H-ın kvadratı üstü ilə təyin olunur. Buradan da J vurulsun, M bölünsün. Fikir verirsinizsə indi düstur R plus H-dır. Bu yerdən bir R qədər hündürlükdədir. Yəni HR-dir. Gətirib burada yerinə H-ın yeni R yazsam, R üstə gəl R 2R kvadrat olur, 4R kvadrat. Və fikir verirsinizsə biz yuxarıda J-in böl R kvadratına 40 demişdik. Onda 40-ı 4-ə bölsək, L nöqtəsində cismə təsir edən ağırlıq qüvvəsi 10 Newtona bərabər olacaqdır. Növbəti sual. Deyir ki, eyni K sərtlikli yaylarla qurulan şəkildəki sistemin ümumi sərtliyinin neçə K olduğunu tapın. Deməli, bunların hər birinin sərtliyi K-ya bərabərdir, əziz müəllimlər. Deməli, fikir
Fikir verirsinizsə, yuxarıdakı bu 3 dənə yay bir-birinə paralel birləşib, ona görə bunların sərtlikləri toplanır, eləyir 3K. Aşağıdakı 2 yay da bir-birinə paralel birləşib, bunların da sərtlikləri toplanır, eləyir 2K. Amma yuxarıdakı birləşəndən sonra alınan 3K sərtlikli yayla aşağıda alınan 2K sərtlikli yay bir-birinə ardıcıl olur. Ardıcılda isə biz ümumi sərtliyi tapanda K1, K2 bölü K1 plus K2 yazırıq. Ona görə yazacağım ki, 3K vurulsun 2K bölünsün 3K plus 2K. Bu da eləyir 6K bölünsün 5K. K kvadratı daha doğrusu. Bunlar gedir, eləyir 5'də 6K. Doğru cevabımız B variantı. Növbəti 33 nömrəli sual. Çəkisi nəzərə alınmayan çubuq o nöqtəsi ətrafında fırlana bilir. Çubuğa təsir edən qüvvələrdən hansının momenti ən böyükdür? Burada bu qüvvələrin bərabərlik şərti yazılmağı unudulub. F1 F2'yə bərabərdir. O F3'ə, o F4'ə, o da F5'ə bərabərdir. Deməli, deyir ki, hansının momenti ən böyükdür? Bax, yazıram ki, M bərabərdir, F vurulsun D. Bunların hər bir halda qüvvələr bərabər olduğuna görə moment qüvvə qolu ilə düz mütənasib asıldır. Qüvvə qolu böyük olanın momenti də böyük olur. İndi əziz müəllimlər, burada bir şeyə fikir vermək lazımdır. Baxıram ki, F5 qüvvəsinin uzantısı fırlanma mərkəzindən keçir. Qüvvə və onun uzantısı fırlanma mərkəzindən keçərsə, onun momenti 0 olar. Yəni, bu F5 qüvvəsinin momenti 0'dır. F3 və F2 qüvvələri isə bucaq altında yönəlib. Ona görə bunun momenti böyük ola bilməz. Qalır F1 ilə F4. Bu qüvvələr bərabərdir. Amma baxıram ki, hansının qüvvə qolu daha böyükdür? Bu F4'ün qüvvə qoludur. Bu isə F1'in qoludur. Yəni, gördüyümüz kimi qüvvə qolu daha böyük olan F4'dür. Ona görə onun momenti də ən böyük olacaq. 34 nömrəli sual. Aşağıdakilərdən hansı enerji vahididir? Deməli, əziz müəllimlər, burada kiloqram vur metr böl saniyə impulsun vahididir. Newton vur metr enerji vahididir. Çünki Newton vur metr jolu verir. Newton vurulsun metr böl saniyə. 1 Newton yerinə mən kiloqram vur metr böl saniyə kvadratı yazsam, baxın, Newtonun yerinə və yaxud heç belə uzağa getməyək. 1 Newton vur metr bizə jolu verir. Onda jol bölünsün saniyə də bizə 1 wattı verməlidir. Yəni, enerji vahidi olmur. Ona görə doğru cavabımız yalnız 2. 35 nömrəli sual. Deyir ki, kütləsi 4 kiloqram olan cismin impulsunun zamandan asılılıq qrafiki verilmişdir. Buna əsasən 0,8 saniyə aralığında cismin neçə metr yer dəyişmə etdiyini hesablayın. Deməli, əziz müəllimlər, biz bu test tapşırığını necə həll edə bilərik? Biz bilirik ki, impulsla sürətin zamandan asılılıq qrafiki eyni olur. Yəni, məsələn, mən burada bunun bir qrafikini qurmağa çalışsam, bir balaca da uzadaq. Deməli, eyni qrafiki bura köçürdürəm sanki. Dəqiqə. Sonra da belə. İnşallah onunla qarışmaz. Gəlin, əziz müəllimlər, bunu buradan çəkim ki, problem olmasın. Burada bir balaca qarışır. Deməli, belə eləyək. Burada bunu bir təsəvvür eləyək. Deməli, V-nin T-dən asılılıq qrafikini çəkirəm. Belə. 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 Bu da belə. Aha. Bu zamanlarımız burada qalsın. Bura 2'dir. Bura 4'dür. Bura 6'dır. Burada 8'dir əziz müəllimlər.
Eyni qrafikdir. Çünki V ilə P-nin qrafiki eyni olur. İndi gəlin, burada məsələn sürətləri təyin edək. Fikir verirsinizsə, bura uyğun impulsu bizə 36 verib. Impuls da P bərabərdir. M vur V-dir. Onda buradakı V-ni təyin eləsəm, P bölünsün M olacaq. P 36'dır. Kütlə də 4'dür. Bura oldu 9. Deməli, bura uyğun sürətin qiyməti 9 metr böl saniyədir. Bax, bura uyğun tapsaq, mənfi 20'ni də 4'ə bölsəm, burada olacaq mənfi 5. Düzdürmü? İndi bizdən yer dəyişməni soruşur. Yer dəyişmə də demişik ki, sürət zaman qrafikində qrafikin altında qalan fiqurun sahəsidir. Birinci fikir verirsə, baxın, burada bir dənə sahə var. Trapesiyanın sahəsidir. Ona mən ilk öncə burada bir trapesiyanın sahəsini təyin edərəm. Onda bura bir S1 deyirəm. Bu trapesiyanın böyük oturacağı 0-dan 4'ə qədər olan hissədir. 4. Üzərinə gəl. Balaca oturacaq 0-dan 2'yə qədər olan hissədir. Bölünsün 2 vurulsun hündürlük. Hündürlük də nə qədərdir? Fikir verirsinizsə 9'dur. Vurulsun 9. Bu nə qədər oldu? 27 metr oldu. İndi bir də fikir verirsinizsə, bax, burada bir dənə düzbucaqlı üçbucaq var. Aha, bunu təyin eləyək. Bura S2 deyirəm onda. Baxın, buranı təyin eləmək lazım. Bu üçbucağın kiçik tərəfi 4 ilə 6'nın arası 2'dir. Böyük tərəfi isə 0 ilə mənfi 5'in arası mənfi 5'dir. Onda yazıram. Mənfi 5 vurulsun 2 bölünsün 2. Nə aldıq? Mənfi 5 metr aldıq. Bir də fikir verirsə, burada bir dənə sahə var. Burada bir S3 deyirəm. Bu da düzbucaqlının sahəsidir. Bura 6 ilə 8'in arası 2'dir. Digər tərəf isə 0 ilə mənfi 5'in arası mənfi 5'dir. Onda mənfi 5 vur 2 oldu. Mənfi 10 metr. Bizə nəyi soruşur? Bizdən yer dəyişməni soruşur. Yer dəyişməni də tapanda nə edirik? Aldığımız qiymətləri olduğu kimi toplayırıq. 27 üzərinə gəl. Mənfi 5 üzərinə gəlsin. Mənfi 10. 27'nin üzərinə mənfi 5 gələndə elədi 22. 22'nin üzərində mənfi 10 gələndə oldu 12 metr. Yəni doğru cavabımız A variantı. Doğru cavabımız A variantı. Davam edək müəllimlər 36 nömrəli sualla. 36 nömrəli sualda deyir ki, gücü burada 1500 watt yazılıb, amma bu 500 watt olmalıydı. Olan kran 30 kilogram kütləli cismi sabit sürətlə 5 metr hündürlüyə neçə saniyəyə qaldırar? Deməli müəllimlər, bilirik ki, gücün düsturu n bərabərdir A bölünsün T'dir. Əgər bir cismi müəyyən qədər h hündürlüyə qaldırırıqsa, görülən iş mgh-a bərabər olur. Mgh bölünsün T. Bu da bərabərdir. Buradan T'ni soruşur. T'ni təyin etsək T bərabərdir. mgh bölünsün n şəklində olacaq. M'imiz 30, J'imiz 10, H'ımız 5 bölünsün gücümüz də 500. 2 sıfır bundan getdi, sıfırlar getdi. 5'lər getdi. Nə qalır buradan? 3 saniyə qalmış olur. Yəni doğru cavabımız A variantı. Növbəti sual. 37 nömrəli sualda deyir ki, aşağıdakı tənliklərdən hansı ən yüksək tonlu səs dalğasına uyğundur? Ən yüksək tonlu olması üçün onun tezliyinə baxırıq. Tezliyi ən böyük olan burada fikir verirsə D variantındakidir. 150 pidir. A ilə B-də 50'dir. C-də 100 pidir. Y-də 300'dür. Burada ondan da böyüyü var bir dəqiqə. Ən böyük Y variantıdır. Baxın. Çünki burada 300 pidir. Onun tezliyi gördüyümüz kimi ən yüksək tonlu səs dalğasına uyğundur Y variantı. Tezliyi çox olan. 38 nömrəli sual maraqlı suallardan biridir. Deyir, mayedə tarazlıqda olan kürələrdən ikinci kürəyə təsir edən ağırlıq qüvvəsi 60 Newton. Həmin ipin gərinmə qüvvəsi 40 Newton. Birinci ipdəki gərinmə qüvvəsi 20 Newton olarsa, birinci kürəyə təsir edən ağırlıq qüvvəsini bizdən soruşur. Bizdən soruşur. Deməli, müəllimlər, belə bir şey eləyək. Birinci kürəyə aşağı doğru bir ağırlıq qüvvəsi təsir edir. Düzdür? Onu bir balaca da azaldım.
Buna düz mərkəzdən aşağı doğru bir ağırlıq qüvvəsi təsir edir. Və bizə deyir ki, bizdən nəyi soruşur? Birinci kürəyə təsir edən ağırlıq qüvvəsini soruşur. Tamam, buna bir mc ağırlıq qüvvəsi təsir edir. Bir cisimdən ip boyunca aşağı bir gərilmə qüvvəsi təsir edir. Yuxarı doğru isə bir Arximed qüvvəsi təsir edir. Bu belə qalsın. Keçirəm ikinciyə. İkinciyə aşağı doğru ağırlıq qüvvəsi təsir edir və şərtə görə ağırlıq qüvvəsi 60 Newtondur. Deməli, buna aşağı doğru bir 60 Newton ağırlıq qüvvəsi təsir edir. Həmin ipin gərilmə qüvvəsi 40 Newtondur. Yəni, bu ikinci ipdə yaranan gərilmə qüvvəsi yuxarı doğru 40 Newtondur. Bir də buna yuxarı doğru Arximed qüvvəsi təsir edir. Və burada belə bir şey var ki, Arximed qüvvəsi rho, maye, J və batandır. Yəni, baxıram ki, 1V həcminə malik kürə suya batıb. 1V-yə təsir edən Arximed qüvvəsi də bir dənə F Arximed olar da. Məsələn, 1V-si batdığına görə bir dənə F Arximed olur yuxarı. Onda buradan tarazlıq şərtini yazsaq, 40 üzərinə gəlinsin. F Arximed bərabərdir 60-a. Arximed qüvvəsi alınır 20 Newton. Deməli, 1V-yə təsir edən Arximed qüvvəsi 20 Newtondur. Onda 3V-yə təsir edən Arximed qüvvəsi nə qədər olar? 60 Newton olar, elə deyilmi? İndi bizə nə deyir burada şərtdə? Birinci ipdəki gərilmə qüvvəsi də bizə deyir ki, 20 Newtondur. Onda birinci kürə üçün tarazlıq şərtini yazsaq, yuxarı 60-dır, aşağı isə 20 üstəgəl mc-dir. Deməli, birinci kürəyə təsir edən ağırlıq qüvvəsi olacaqdır 40 Newton. Doğru cavabımız A variantı. 39 nömrəli sual. Sabit temperaturda verilmiş kütləli ideal qazın həcmi 3 dəfə azaltdıqda həcmini, onun təzyiqi 30 kilopascal artdı. Qazın təzyiqinin başlanğıc qiymətinin neçə kilopascal olduğunu bizdən soruşur. Deməli, proses sabit temperaturda gedir, T konstantdır və biz bilirik ki, izotermik prosesdə təzyiq həcmlə tərs mütənasib şəkildə asılıdır. Və burada deyir, həcmi 3 dəfə azaltdıqda. Deməli, ikinci halda həcm birincidən 3 dəfə çox olub. Onda belə çıxır ki, V1 3V2-yə bərabərdir. Və təzyiqi də 30 kilopascal artıb. Deməli, ikinci halda təzyiq birincidən 30 kilopascal çox olub. Təzyiqlə həcm bir-birindən tərs asılıdırsa, asılıq qursaq P1-in P2-yə nisbəti bərabərdir. V2-nin V1-ə nisbəti. Buradan da bizdən təzyiqin başlanğıc qiymətini soruşur. Yəni, P1-i soruşur. Bölünsün, P2-nin yerinə gətirib P1 üstəgəl 30 yazıram. Bərabərdir. V2 yerində qalır. V1-in yerinə isə 3V2 yazıram. Bunlar ixtisar gedir. Buradan 3P1 bərabərdir. P1 üstəgəl 30-a. Buradan 2P1 bərabərdir 30-a. Deməli, P1 olacaqdır 15 kilopascal. Doğru cavabımız C variantı. 40 nömrəli sual aşağıdakı proseslərin hansında xarici qüvvələr, baxın, xarici qüvvələr ideal qaz üzərində müsbət iş görür. Deməli, xarici qüvvələrin müsbət iş görübsə, onda belə çıxır ki, qaz özü mənfi iş görüb. Düzdürmü? Çünki A bərabərdir, mənfi A iştirik yazırıq da. Deməli, əgər xarici qüvvə müsbət iş görübsə, qaz özü mənfi iş görməlidir. Burada genişlənmə deyir. Genişlənmə isə həcm artırsa qaz müsbət iş görür. İzoxor soyumada iş görmür. İzoxor qızmada iş görülmür. İzobar soyumadsa bəli. Burada temperatur azalıbsa qaz mənfi iş görəcək. Xarici qüvvə müsbət iş görəcək. Y-də də genişlənmədir. Həcm artdığı üçün qaz müsbət iş görəcəkdir. Yəni burada doğru cavabımız D variantı. 41 nömrəli sual. Deyir ki, eyni materialdan hazırlanmış nümunələrin mütləq uzanmalarının delta L1 böl delta 2 nisbətini tap. Deməli, bu düsturu biz bilirik ki, F bərabərdir SY epsilondur. Yəni, biz epsilonun asıllıqlarına bu düstura görə baxırıq. Epsilon da bizdə delta L böl L0'dır. Yəni, buradan S vur, Y vur, epsilonun da yerinə delta L böl L0 yazıram. Buradan biz mütləq uzanmanı təyin etsək, delta L bərabərdir F vurulsun L0 bölünsün SY almış oluruq. Deməli, əziz müəllimlər, hər biri üçün yazsaq, delta L1 bərabərdir. Bunu birinci üçün yazıram. Deməli, delta L1 bərabərdir. Təsir edən qüvvə F'dir birinci çubuğa. F vurulsun. Uzunluğu L0'dır. Sahəsi S'dir. Vurulsun Y'dir.
Bunu delta L2 üçün yazsam, ikinci çubuq üçün yazsam, təsir edən qüvvə yenə F-dir. Vurulsun, bu zaman uzunluq 4L0-dır. Bölünsün, sahə 2S-dir. Eyni material olduğuna görə yük modulu dəyişmir. Buradan da onda əziz müəllimlər biz nə alırıq? Bizdən delta L1-in delta L2-yə nisbətini soruşur. Burada F vur L0 bölü S-yə 1 delta L deyirəm. Burada 2 ilə 4-ü ixtisar eləyəndə də alıram 2 delta L. Çünki bu F vur L0 bölü S-yə delta L dedim. Onda buradan delta L bölünsün 2 delta L. Bunlar ixtisar gedir. Nisbət bizə 2də 1-i vermiş olur. Doğru cavabımız C variantı. 42 nömrəli sual. Bir cins elektrik sahəsinin verilmiş nöqtəsində potensiallar arasında aşağıdakı münasibətlərdən hansı doğrudur? Bilirik ki, intensivlik xətlərin müsbətdən başlayıb mənfidə bitən xətlərdir və bunlar ekvipotensial səthlərdir. Ekvipotensial səthlər o səthlərdir ki, potensiallar eyni qalır. Onda belə çıxır ki, baxın, 1 və 2 nöqtəsi eyni ekvipotensial səth üzərində olduğundan 1 və 2 nöqtəsinin potensialları bərabərdir və bu 1 ilə 2 müsbətə yaxın olduğuna görə potensialı daha böyükdür. Yəni, müsbətə yaxın olanın potensialı daha böyük olur. Ona görə 1 ilə 2 bərabərdir, 3-dən böyükdür. Doğru cavabımız C variantı. 43 nömrəli sual. Deyir ki, tutumları S1 bərabərdir 3 mikrofarad və S2 bərabərdir 6 mikrofarad olan 2 kondensator 30 volt gərginlik mənbəyə ardıcıl birləşdirilib. Birinci kondensatordakı gərginlik neçə volt olar? Deməli, müəllimlər, burada nə edirik? Fikir verirsinizsə, bu ardıcıl birləşmədir. Kondensatorlar ardıcıl birləşəndə yük eyni qalır. Yəni, hər kondensatordan keçən yükün miqdarı bərabər olur. Ardıcıl birləşmiş kondensatorlardan gedir söhbət. Onda biz tutumun S bərabərdir Q bölünsün U düsturundan U-nu təyin eləsək, Q böl S alırıq. Yük dəyişmədiyinə görə gərginlik tutumdan tərs mütənasib şəkildə asılıdır. Asıllıq qursaq U1-in U2-yə nisbəti bərabər olacaqdır S2-nin S1-ə nisbətinə. Buradan da deməli, deyir ki, 2 kondensator 30 volt gərginlikli mənbəyə ardıcıl birləşdirilib. Deməli, əziz müəllimlər, burada ümumi gərginliyi bizə 30 volt verir. Biz bilirik ki, ardıcıl birləşmədə ümumi mənbənin gərginliyi kondensatorların uclarındakı gərginliklər cəminə bərabərdir və şərtə görə bu nəyə bərabərdir deyir? 30-a bərabərdir, düzdürmü? Və burada gərginliklə tutum tərs şəkildə asılı olduğuna görə onda mən 6 mikrofarad tutumlu kondensatorun gərginliyinə U desəm, 3 mikrofarad tutumlu kondensatorun uclarındakı gərginlik 2U-ya bərabər olmalıdır. Tutumu az olanın gərginliyi çoxdur. Onda belə çıxır ki, U1 2U-dur, üstə gəlsin U2U-dur və şərtə görə bu nədir? 30-dur. Onda buradan 3U bərabərdir 30-a, U-nu nə alırıq? 10 volt alırıq. Düzdürmü? Deməli, 1U 10 voltdur. Yəni, bura 10 voltdur. Bura 2U olduğuna görə 20 voltdur. Bizdən də birinci kondensatorun uclarındakı gərginliyi soruşur. Yəni, buradakı. Bunu da biz nə aldıq? 20 volt almış olduq. 44 nömrəli sual. Gücləri P1 və P2 olan R1 və R2 naqillərinin güclərinin nisbəti P1 və P2 4-dür. Buna əsasən aşağıdakı ifadələrdən hansılar doğrudur? Bizə deyir ki, R2-nin R1-ə nisbəti 4-ə bərabərdir. Deməli, əziz müəllimlər, gördüyümüz kimi bu naqillər bir-birinə paralel birləşiblər. Paralel birləşmədə gərginlik sabitdir. Düzdürmü? Onda biz gücün P bərabərdir U kvadratı bölünsün R düsturundan gedirik. Burada gərginlik dəyişmədiyinə görə güc müqavimətlə tərs mütənasib şəkildə asılıdır. Onda belə çıxır ki, P1-in P2-yə nisbəti 4-dürsə, onda R2-nin R1-ə nisbəti də 4-ə bərabər olmalıdır. Düzdürmü? Gəlin, baxın, asıllıq quraq. Yazıram ki, P1-in P2-yə nisbəti R2-nin R1-ə nisbətinə bərabərdir. P1 bölü P2-nin də bizə 4 verdiyindən gördüyümüz kimi R2 bölü R1 nisbəti 4-ə bərabərdir. Doğru fikirdir. Bizə deyir ki, U1 bölü U2 1-dir. Bəli. Çünki bu paralel birləşmə olduğundan gərginliklər bərabərdir və bizə nisbəti 1-i verməlidir. Və baxıram üçüncüyə.
Üçüncüdə də bizə deyir ki, I1 böl I2 nisbəti 4də 1-dir. Bunu da belə baxa bilərik ki, cərəyan şiddəti I bərabərdir, U böl R-dir. Deməli, gərginlik dəyişmir. Onda cərəyan şiddəti də müqavimətlə tərs asıldır. Onda belə çıxır ki, I1-in I2-yə nisbəti R2-nin R1-ə nisbətinə bərabər olmalıdır və R2 böl R1 nisbətini də biz 4 almışıq. Onda I1 bölü 2 de 4 olmalıdır. Ama 4'te 1 verdiğine göre olmaz. Doğru cevabımız 1 ve 2 Y variantı olacaktır. Növbəti sualımız. Müəllimlər, deməli. Burada neyiniyək bunu? 45 nömrəli suala baxırıq da biz. Dəqiqə. Burada dursun. 45 nömrəli sual. 0 dərəcə Selsi temperaturlu mis naqili 600 dərəcə Selsi qızdırdıqda müqaviməti necə dəyişər? Əziz müəllimlər, burada alfa 5 vurulsun 10 üstü -3 olmalıdır. Yazanda səhv düşüb. Deməli, birinci halda bizim 0 dərəcə Selsi temperaturun müqavimətimiz bilirik ki, R0-a bərabərdir. İndi bunu 600 dərəcə Selsi qızdırsaq, R2'miz olacaqdır. R0 vurulsun 1 plus alfa T. Biz bilirik ki, naqillər üçün müqavimətin düsturu belədir. Bu da R0 vurulsun 1 üzərinə gəlsin. Alfamız 5 vur 10 üstü -3 mində 5 deməkdir. Mində 5 vurulsun 600'ə. Bu da bərabərdir. Fikir verirsə, baxın, bununla bu gedir. 5'ə 6'ya vurdum 30, 10'a böldüm 3, 3'ün üstünə 1 gəldim 4, 4'ü R0'a vuranda 4 R0. Yəni biz bu naqili 600 dərəcə Selsi qızdırandan sonra müqavimətimiz 4 R0 oldu. Yəni R0'dan 4 R0'a gəldi. Müqavimətimiz 4 dəfə artmış oldu. 36 nömrəli sualda isə müəllimlər deyir ki, Lorentz qüvvəsinin istiqamətini müəyyən edin. Gördüyümüz kimi biz bilirik ki, Lorentz qüvvəsinin düsturu F Lorentz bərabərdir. QVB sinüs alfadır. Buradakı alfa bucağı da V ilə B arasındakı bucaqdır. Gördüyümüz kimi burada zərrəcik induksiya xətlərinə paralel istiqamətdə hərəkət edir. Yəni, bunlar arasında bucaq 0 dərəcəyə bərabərdir. Sinüs 0'da da 0 alır. Ona görə buna yüklü zərrəcik qüvvə təsir etmir. Yəni, qayda kimi də biz bilirik ki, əgər yüklü zərrəcik induksiya xətlərinə paralel istiqamətdə hərəkət edərsə, bu zərrəciyə maqnit sahəsi tərəfindən Lorentz qüvvəsi təsir etməz. 47 nömrəli sual. Bir cins maqnit sahəsində hərəkət edən konturda yaranan induksiya cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Bu konturun təcilinin modulunun zamandan asılılıq qrafiki hansıdır? Deməli, əziz müəllimlər, biz bilirik ki, induksiya cərəyan şiddətinin düsturu I induksiya bərabərdir. Epsilon induksiya bölünsün R'dir. İnduksiya HGS'də bildiyimiz kimi VBL'dir. Bölünsün R olacaq. Düzdürmü? Buradan gördüyümüz kimi induksiya cərəyan şiddəti V ilə düz asılıdır. Yəni bu nə deməkdir? I-nin qrafiki ilə V-nin qrafiki, EHG-nin qrafiki eyni olur. Yəni demək istəyirəm ki, bu induksiya cərəyan şiddətinin qrafiki ilə sürətin zamanla asılılıq qrafiki eyni olacaq. Deməli, fikir verirsə, sürət sabitdir. Sürət sabitsə bu bərabər sürətli hərəkətdir və bərabər sürətli hərəkətdə təcil 0'a bərabər olmuş olacaqdır. 48 nömrəli sual. Aktiv müqaviməti R bərabərdir 50 ohm olan naqildən U bərabərdir 20 kök 2 sinus 100 pt qanunu ilə dəyişən cərəyan keçir. Naqildə sərf edilən gücün neçə watt olduğunu hesablayın. Deməli, əziz müəllimlər, biz bilirik ki, gücün düsturu P bərabərdir I vurulsun U'dur. Amma bir şeyi də bilirik ki, aktiv müqavimət qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin təsirci qiyməti onun amplitud qiymətindən kök 2 dəfə azdır. Və həmçinin gərginliyin təsirci qiyməti onun amplitud qiymətindən də kök 2 dəfə azdır. Bunları buradan nəzərə alsaq, I-nin yerinə I max bölünsün kök 2 vurulsun U'nun yerinə də U max bölünsün kök 2 yazıram. Buradan biz I max U max bölünsün 2 alırıq. Və tənliyə baxanda görürük ki, bu gərginliyin tənliyidir və gərginliyin də amplitud qiyməti var burada.
Yəni U maksımız 20 kök 2'dir. Onda biz belə bir şey eləyə bilərik ki, I max bərabərdir U max bölünsün R yazarıq və bu ifadədən nəzərə almış olsaq, olacaqdır U max'ın kvadratı bölünsün 2R. Buradan da biz deməli nə alarıq? Biz buradan alarıq ki, U maksımız 20 kök 2'dir. Kvadratı olacaqdır 800 bölünsün 2 vurulsun. R'imiz də 50. 2 vur 50 100. 800 də 100'ə böləndə olacaqdır 8 watt. Yəni doğru cavabımız B variantı. Daha sonra əzməlimdə davam eləyək. Son 2 sualımız qaldı. 49 nömrəli sualda bizə deyir ki, verilmiş metal üçün fotocəryan şiddətinin gərginlikdən asılı qrafik verilib. K və L qrafiklərinə uyğun hansı fiziki kəmiyyətlərin qrafikləri eynidir? Daha doğrusu qiymətləri eynidir olmalıdır burada. Səhvlik var, düzəldiləcək. Deməli, əzməlimlər, baxıram ki, K və L qrafikləri üçün hər ikisinin gərginlikləri bərabərdir. Yəni, UK, UL-ə bərabərdir, saxlayıcı gərginlikləri. Və enerji ilə, burada bir dəqiqə, foton enerjisi ilə də saxlayıcı gərginlik düz asılıdır. Bu saxlayıcı gərginliklər bərabər olduğuna görə foton enerjisi də necə olacaq? Bərabər olacaq. Doyuma cərəyan şiddətləri eyni ola bilməz əzməlimlər. Niyə? Çünki elə uyğun doyuma cərəyan şiddəti buradır. Buna IL yazıram. K üçün də buradır. Buna da bir IK yazıram. Gördüyümüz kimi burada doyuma cərəyan şiddətləri IK IL-dən böyükdür. Yəni bərabər deyil. Fotonun dalğa uzunluğu da əzməlimlər bərabər olacaq. Çünki saxlayıcı gərginlik dalğa uzunluğu bir-birindən tərs asılıdır. Amma saxlayıcı gərginlikləri bərabər olduğuna görə bunların dalğa uzunluqları da bərabər olacaq. Həmçinin burada tezlikləri də bərabər olacaq. Çünki tezlik də saxlayıcı gərginliklə bir-birindən düz mütənasib asılıdır. Saxlayıcı gərginlikləri bərabər olduğuna görə bunların deməli tezlikləri də bərabər olacaq. Ondan sonra intensivliklərə baxaq. İntensivlikləri bərabər olmayacaq. Çünki intensivlik burada cərəyan şiddətindən asılıdır. Burada İK IL-dən böyük olduğuna görə K-nın deməli intensivliyi də L-in intensivliyindən böyük olacaqdır. Sonra burada kinetik enerjiləri bərabər ola bilər. YK Y-lə bərabər ola bilər. Çünki kinetik enerji və saxlayıcı gərginlik bir-birindən düz mütənasib asılıdır. Saxlayıcı gərginlikləri bərabər olduğuna görə kinetik enerjilər də bərabər olacaq. Burada hal-hazırda bizə verilənlərə görə foton enerjisi ilə dalğa uzunluğu bərabər oldu. Doğru cavabımız D variantı. Və nəhayət əzməlimlər 50 nömrəli suala çatdıq. 50 nömrəli sualda deyir ki, hidrogen atomunun enerji səviyyələri diaqramı təsvir edilib. Hansı keçid ən kiçik impulslu şüalanmaya uyğundur? Ən kiçik impulslu şüalanma, ən kiçik tezlikli şüalanma soruşulursa sizdən bu oxlardan ən kiçiyini götürürsünüz. Uzunluğu ən kiçik olanı götürürsünüz. Burada da oxlardan uzunluğu ən kiçik olan 3'dür. Onun tezliyi də həmçinin impulsu da ən kiçikdir. Amma dalğa uzunluğu desəydi ən kiçik, yəni bu uzunluğu, oxun uzunluğu ən kiçik olanın dalğa uzunluğu daha böyük olardı. Sonra foton enerjisi. Foton enerjisi də ən böyük olması üçün, baxın foton enerjisidir, sonra impulsudur, ondan sonra tezliyidir. Bunların ən böyük olması üçün oxun uzunluğu ən böyük, ən kiçik olması üçün oxun uzunluğu ən kiçik olmalıdır. Bizdən burada ən kiçik impulslu dediyinə görə doğru cavabımız olacaqdır C variantı, yəni 3 keçidi. Belə əziz müəllimlər, sınaq 2-dəki 50 test tapşırığının izahını bitirdik. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olar. Bacardığım qədər ətraflı izah eləməyə çalışdım. İnşallah ki, sizlərə bir faydası toxunmuş olar. Belə deyək, müəllimlər, sınaqda müəyyən qədər səhvlikli ola bilərdi. Qiymət hissədə, hər hansı bir hissədə. Amma onunla nəzərinizə çatdırım ki, kitab çapa getmədən öncə tam dəqiq, bacardığımız qədər yüksək səviyyədə yoxlanılıb, səhvliklər aradan qaldırılıb, elə çapa göndəriləcək. Bu, mənə görə hələ ki nisbətən
əziz müəllimlər, yəqin sizə görə də elə olar. Nisbətən sadə idi. İndi maraqlı suallar da vardı içərisində, amma inanın ki, deyirəm, möhtəşəm bir sınaqlar toplusu olacaq. Möhtəşəm bir kitab olacaq əziz müəllimlər. Bir-birindən gözəl sınaqlar, bir-birindən maraqlı suallarla zəngin bir sınaqlar toplusu kitabı İnşallah sizi gözləyir. Azca da səbirli olun. İnşallah aprelin sonuna yekunlaşdırıb mayın ilk həftəsinə satışa çıxarmağa çalışacağıq və siz də əldə eləyib inşallah imtahana qədər işləyib, izahlarıyla da tanış olub tam şəkildə bitirəcəksiniz. Belə əziz müəllimlər, hər birinizə uğurlar arzu edirəm. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.